İstəyir onu. Samimi istəyir. Ay kişi, bura dəvləxanadır. Hürgücü qayışı elə çəkirsən ki, adamın əti tökür. Ətin elə birər tökülsə yaxşıdır. Yüngülləşərsən. Yoxsa qəşəkləşmirsə deyə özünü çəkib apara bilməzsən. Yaxşı, yaxşı, maşallah desən olur. Maşallahdan keçir. Arvad, mənim ülgücümün səbəbinə belə qəşəkləşmirsən. İndi nə oldu? Ülgücün səsi ət tökən oldu, hə? Bunun səsi gələndə mən elə bilirəm ki, bayatı Şiraza qulaq asıram. Yaxşı, nə yaxşı ki, böyük bir vəzifən yox. Özünü az təriflə. Səni böyük vəzifəyə qoysalar, cəmaatın başında qoz qırarsan. Allah bilib də dəvəyə qanat verir. Allah dəvəyə qanat verməsə də balasına qanat verir. Bugün oğlun Fərid ya suduya, ya prokuror, ya da müstəntiq vəzifəsinə gəlir. Başımızın ucalığıdır. Dəllək Yağubun oğlu prokuror. Əvvəllər yatsaydı, heç yuxumuza da gəlməz. Ay Göyçək xala! Ay Göyçək xala! Allah sən saxla gəldi. Gözünüz aydın olsun! Ay Göyçək xala! Ayna! Gözünüz aydın olsun! Ay Göyçək xala! Muşluğunu vermeyeyim. Bak vermesin diyeyim değil ha? Vereceğim Aygız, vereceğim. Biri nişanlımız var, minister koysa. Bak şuna getirene. Senin de gözlerin aydın olsun. Ay deli. Böyle aydınlık içinde olasın. Çok sağ ol. Soruşma kaybolmasın. Nişanlın kimdi? Yakup Ali'den utanır ama. Nişanlım da Feridi değil. Vay kız. Zarafatı koy bir qırağa. Ne deyirsən? Ne zarafatı ay Göyçək xala? Əlbəttə ki biz deyirik. Yani doğrudan zam minister qoyublar. Bəli, lap zam minister. Ay Yakup! Ay Yakup, bura gəlir. Bura gəl. Oğlunu zam minister qoyublar. Vay səni şad xəbər olasan qızım. Hansı nazirin zamı? Zam minister qoyublar da. Ay qızım, axı nazirlik çoxdur. Məndən ötürü fərqi yoxdur ha. Məni bir də Göyçək xala, bəri gəl. Məni bir də Fərdi zam minister olmağa maraqlandı. Bakı, dərd otaqlı kvartira, içində vannası, qapında maşını. Ahır, keyfi Göyçək xala. Bax, Göyçək xala. Fərid gələn kimi tez nişanda göndər. Bilmirəm, siz bu xeyir işi niyə belə yubandırır sizi? Nə xeyir işadır? Necə mi? Nişandır. Nə nişanı? İşidəndə ki, Fərdi zam minister qoyublar. Mən ondan ötürü maşallah kimi şairin nişanını geri qaytardım. Evdəki qohum. Vay kız. Yani doğrudan o sen istəyir, özü deyilsən, hə? Əlbəttə ki istəyir. Yani biz kəlmə kəsmişiz. Kəlmə nədir ayar bu? Laf qalın bir roman kəsmişəm. Yani Aydala, o doğrudan sen. Əlbəttə ki, ay Göyçək xala. Deyirəm, neçə dəfə kinodan bərabər evə gəlmişik. Gedin, bir dəfə dəvət etsinlər. Təzə paltarımı da giyinir. Akşam nişanlımız qonaq çağıracaq. Sağ ol Göyçək xala. Aşımağı, doğru deyiblər ki, qız evində toydu, oğlan evinin xəbəri yoxdur. Heç Fəriddən çıxmayamış. Ha, oğul. De görün bir yaxşı qulluq verdilər. Verdilər ata, verdilər. Nə qulluq? Hələlik inspektor. Ana, Hoş geldin. Yavrum,
Sağ olun, yazıklar baba. Ay arvad, bir yavaş göreyim, uşağı boğarsa. Gel seni göreyim, gel beri gel. Sağ ol, yaşayan baba. Geç. Oğul, de görüm seni hansı idareye inspektör koydular? İctimai Təminat Şöbəsində. O nedir elə? Qocalara, əlillərə pensiya verən idarə. Tabii. Bəli. Yani aşağı, qatıqlı aşdan da aşağı. Kül benim başıma. Hiç olmasa vaxtında dəlləkliyi isə də sənə öyrətmədim. Bir ülgücü iti dəllək 10 elə inspektördən artıqdır. Oldu da ata. Özüm belə istədim. Ay oğul, mənim ağzımı boza vermə. De görüm, səni niyə belə balaca vəzifəyə göndərdilər, hə? Yoxsa bir qələt qarışdırmısan? Yox ata, heç bir qələt qarışdırmamış. Və sonda niyə hər ay gələndə deyirdin, ay belə əhlaçıyam, ay belə yaxşı oxuyuram? Mən heç vaxt yalan danışmıram ata. Oğul, bəs onda səni niyə prokuror qoymadılar? Niyə suduya qoymadılar? Ay ata, sənə mən lazımam, yoxsa mənim vəzifəm? Mənə sənin xoşbaxtlığın lazımdır, oğlum. Ay kişi, nə 48 olub yatmışsan uşağından, hə? Belə Allah mənim ürəyimə görə verir. Oğlum ağıllıdır. Bilir ki, mərdim azadlıqdan bir şey çıxmaz. Ay ana, bu atam nə yaman vəzifə pərəsmiş. Ay oğul, vəzifənin balacalığına sözüm yoxdur. Məni bir şey qorxudur. Bala, de görüm, bu Zərdi ilə bir kəlbə kəsmişsən ya yox. Bizim bu Zərdi. Zərri kimdir? Bizim qonşunu deyirəm də. Ha, yadıma çıxdı. Hə, deyirəm ki, onunla bir haqq hesabım var. Nə haqqısa bayan? Heç hərf də alıb kəsməmişim. Özü onunla mənim xəssiyyətim tutmaz. Bir dəfə mən iclasdan, o da kinodan evə dönəndə yanımıza gəlib. Vəssalam. Allah sənə şükür. Ay bala, onun dediyinə görə, güya sən onu hər gün kinodan evlərinə götürürsən. Yalan deyir. Deyirəm ki, söz alıb söz verməmsən. Nə söz ayana? Nə bilim valla. Onun dediyinə görə, güya siz onu ilə belə, nə deyim, bir kəlmə kəsib danışır. Heç bir haqq hesab da yox dayana, heç bir kəlmə də kəsməmiş. Vəssalam. Lap yaxşı, min şükür. Nəyə şükür edirsən? Min şükür, ay bala. Yaxşı ki, səni zamministr qoymayıblar. Niyə ki? Yoxsa səni zamministr qoysaydılar, bu qız bizdən əl çəkməyəcəkdi. Yaxşı, bunlar bir qırağa, ay bala. De görüm, göz altından zaten bir şeyin var mı? Yox, heç bir göz altım yox da. Nə göz altım? Belə qızdan zatdan deyir. Yox da, yox. Yoxdur. Yox. Niyə? Ay bala. Bəs o institut qutaran uşaqlar özlərinin xoşlarına gələn bir qızı da qoltuqlayıb gətirirlər evlərinə. Sən onlardan nəyinə istəyir, ay bala? Allah, sən saxla, yenə gəldi. Gəl görüm. Evdədir. Xoş gəlmisən. Xoş gəlmisən. Sağ ol. Gözümüze keki saraldı. Gel çık da. Gözlerimiz yollarda kaldı. Gözlərinizin yollarda nə işi var Zərif xanım? Sizi gözləyirdi yoldaşsın. Zərif xanım, əvvəl başdan sizə deyim ki, mən... Mənə heç nə demə. Məsələmizin biləyəm. Ne görünmezdi hansı kişiyle verdiler. Otaqda ötürmü, karidora edilmi, döşemesi fark etmemi. Zərif Ben xanım, bundan da... bir aman verin, bir aman verin. Benim heç yeri dibli mənzilim yox. Niye? Yəqin veriblər bəyənməmişsin. Yaxşı yerdə yəqin ki vermir, ona görə eləmi? Eybi yox. Bu yaxşıları mütləq alarsan. Yaxşı, maşın necə? Almışsan? Əgər hələlik maşının yoxdursa, babama deyərəm cehiz üstə bir Volga alıb qoyar. Zərif xanım, mənim heç bir şeyim yox. Başa düşmürəm. Məyər zamministr deyilsin? Axı sizə kim deyib ki, mən nazir müavini? Bəs nəçisən? İnspektor. Harada? Nazirlikdə? Yox, bizim rayonun ictimai təminat şöbəsində. Adicə inspektor?
Bəli, sadəcə inspekt. Adici inspektör. Ben beni təsəvvür edəmirdim. Adici deyirsiniz inspektör. Yaxşı. Yoldan gelmişsiniz. Siz biraz dincəlin. Ben de gedim. İşim var. Maşallah gözləyir məni. Maşallah kimdir? Tanımırsınız? Maşallah Qırqoğlu. Şairdir, hem yerlimiz. Bu yaxınlarda kitabı çıxacaq. Tanımırsan, tanıyarsın. Maşallah. Hı. Ha, tanıdım. Gözəl namizəd. Bəli. Xoşbəxt olun. Çok sağ olun. Hem yerlimizdir de. Sağ olun. Olmadı da. Gedək hər özdə bir hər yerdə. Tamam. Ha, salam, hoş gelmişsiniz. Deyəsən, məhəbbətin gücündən məndən intiqam almağa başlamış. Ne məhəbbət, ne intikam, Zərrət xanım. Mənim maşallah ki nişanlım olmasaydı, bizim təklifimizi... Mən sizi başa düşmürəm. Mən sizi qınamıram. Məhəbbət elə bəla şeydir ki, bəzən o insanı elə hallara salır ki, adi sözləri belə anlamaq iqtidarına malik olur. Bu cümlə pərdazlıq nəyə lazım Zərrət xanım? Açıq aydın danışın. Ne oldu? Ne olub belə? Mən sizin istəyinizə cavab verməmişim deyə. Siz də mənim atamın əlisi sarı zaten incitmeye başlamışsınız. Xahiş edirəm, belə zarafatı bir kənara atasın. Heç bir zarafat yoxdur Zərrət xanım. Sizin atanızın əmisi Sarızadə cinayətkardır, tüfeylidir. Ola bilməz. Dəllallıqla cəmaatçı soyur. Həm də cinayət yoluyla dövlətin pulunu mənimsiniz. Xahiş edirəm, mənim sarayımı təhqir eləməyəsiniz. Onun içində heç bir cinayət ola bilməz. Əgər bir xəta varsa, mənim xətrim üçün düzəltməli. Necə deyərlər, şahım da qaraçı işi düşər. Zərrət xanım, Sarızadə məhkəmə qarşısında oturacaq. Çox arxayın danışırsan Fərid. Mənim sənə yazdığım gəldiyi üçün xahiş elədim. İstəmirəm ki, ləkələnə. Axı, heç olmasa siz bizim həm yerlimizsiniz. Bu yeribazlıq məsələsi sizə də sirayət edib. Özdə mənə yazdığınız gəlməsin. Onda bilin ki, Sarızadə tuzdur. Bir şey də unutmayın ki, maşallah ilə özləşməli olacaqsınız. O şairlikdən başqa həm də jurnalistdir. Nə olar? Deməli belə. Bu sizə baha oturacaq. Olsun, neyim yox. Yaxşı ki, böyük dəstə sahibi deyilsiniz. Spokojni, bu sabesini inspektoru. Gümüşov! Bəli Şirin, bir buralara el gezdir. Deyirlər sən ministr gələcəkdi. Arxayın ol. Gümüşov! Ola məni yenidən qoyalar spalkom. Deyirəm sizi spalkon qoysalar neynərsiniz?
Neynərəm? Birinci növbədə bütün həmyerlərimi qoyaram vəzifəyə. Kurban olum hem yerlerimize. Hürmetli çay. Ay hürmetli şaire selamlar olsun. Sağ olun, sağ olun. Hoş geldin sen. Balam, sizden şikayet var. Olabilir. Ne bileyim, rüşvetkorluk, Ay, yok, süründürmecilik, yok. daha neler? Ha, bizde öyle şey olmaz. Bir ədəb oturun, şair olanda nə olar? Edeb insanı daxil aleminde olar. Və belə bir şəkildə zahirinə çıxar. Ha, Siz bürokratsız. Amma sizin kimi şair ola bilməz ki. Neynek? Neynek? Olar, güzel olar. Baba, Aleykümselam. baba bu da benim senedlerim. Buyurun, qol çəkin. Kol çəkmək məndə buzsa. Yok. Əvvəlcə ver. Baş mühasib Gümüşovi olasın sonra. Bunlara mən cavabdayım. Xahiş edirəm, qol çəkin. Genişlikli dan gen olar bala. Kol mənim, mühür mənim. Müdürün işine müdahille. Siz hər şeyə burnunuzu sokmayın. Sizin ayrı peşeniz de yoktu be ya. Olmadı, şairle böyle danışmazlar. Bu kişinin ağzından barık yiyen. Senin o derle yatan. Benden xahiş eləmişti ki, onu yazmayayım. Ama yazacağım. Yazacağım ki, Adikalon püskürdeninin signalı var. Halkın uşağını korkudur. Ne bilirsiniz yazın. Yazarım, o öyle de. Kazım əmi, siz arkaya gidin. Sonra mən özüm sizi çağırırım. Buyurun. Çok sağ ol, çok sağ ol, çok sağ ol. Əmi, bir dakika. Sizi burada çok mu incidirler? Deme, gidip gelmeyden dabanım sümük bağlayıp, Aha. Gümüşov dedemi yandırıp. Ay kişi gör ne Daha diyor da kim? kulak az. Balboz o. Daha kim? O cavan oğlan diyeceğim. Ondan narazılığım yoktu. Kanacalı olan okşayır. Ha şey. Elə bütün alemi katıştıran o değil. Yer altından yasa gelir, onun eləşine bakma. Vallahi ay bala, ondan bir pislik görmemiş. Qərəz adım familiyam. Neyine lazımdır? Ben muhbirəm. Gerek bu idarədekilerin anasını ağladam. Ağlat, başla dönüm, ağlat. O Gümüşov'dan yaz. Yaxşı. Adım Kazım'dır. Kazım. Kazım. Bura bak. Bu saati mən yazım. Sen de altından qol çək. Yaz başına dolanını, yaz. Bu dəqiqə. Gümüşov, ne oldu benim senedlerim? Bacım sabah gel her şey hazır olacak. Balvazov başı yaktı sabah. Gümüşov, senle ne ki kurtardın? Gerek seni külle alemde rüsva edin. Ay bacım dedim sabah gel de. Daha lazım değil. Seni gazete verdirmekten hiç atamın kızı değilim. Bacı, ne gezi? Sen kimsin? Mühbirəm bacı. Mühbirdir. Hə? He, benim de derdimi yazmış. Yaz benim de şikayetimi. Yaz bu Gümüşov'u. Gedəyim mən yazım. Siz ikiniz de altından qol çəkin. Gəlin adım. Geç bacı, geç gönül. Gel görüm ay kişi. Gel görüm. Gel görüm. Güzel değil ha. Maşallah ne var güzel değil. Əlbəttə. Sen Gümüşov ha. Sen. Hara gitsin aparacağım seni. Hem yerli. Kurban olum sana. Daruşka tapabilmedim. Evimin en güzel kalçasını getirmişim. Sağ ol Gümüşov sağ ol. Üstünde hem yerlimiz adını yazacağım. Ben bunu sana göre değil, ben canım. Sağ ol, sağ ol. Yoksa benim neyime lazımdır. Ay. Bu haltın adam aldı ha. Yerem hiç olmasın. Çaldarlar, gidip mollalık eləyərəm. Ölü duası da öyrənmişəm. Gümüşov ha. Bəs bunu gül şey ana. Ne güç. Doğrudan sarıya demişəm, sarı getirdik. Sen. Al, al. Çok sağ ol. Bu teze gelen gelen de huluğum elimizdedir da. Yaxşı ki redaksiya biz tərəfdədir. Arkaylar, bir gün sabah da filgiton çıxır, o da var. Sarının dokumentlərini düzəlmişəm. Əllo Gümüşov əllo görək.
Bana bak, biz zamminister ha vaxt gəlir. Bilmək olmaz, bəlkə də bu saat içəri girəcəkdi. O da bizim bu genç kimi olsa evimiz yıxıldı ya. Başına da olsun ki, o qədənin qarşılığı var, mən onu heç qırğovullu hesab eləmirəm. Ben de. Bu zamministrin gələ-gəl vaxtında cəmaatın əl-ayağını buradan yığmaq lazımdır. O. Birdən o qoca kişi ilə xanım arvad gəlsə, Aha. onların sənətlərinin nə qədər ərəyisi varsa bir tərlə Arxayın ol. Ol çəkim cəhənnəm olub Sağ ol, arxayın. Salam aleyküm. Aleykümselam. Akşi sen de hoş geldin. Geç sabah gelersin. Hiç yana terpenem değilim. Şikayetim var. Ay ben Kime? Zamministre. Zamministre? Zamministrle gezilen şey. Ben yukarı görmüşsün. Gel. Gel buradan. Oy Haneli emmi hoş gelmişsin. Hoş gelmişsin. Süpürgeme kurban olun senin. Gel 2-3 günden sonra gel. Yok, İndi. ilan ulduz görmese ölmez. Bu ne sözdü? Beni bu idareden hiç minisine de çartabilmez. Ne sözdü? Benden eli nereden sen? Kanaliye mi? Ha? Bu ne sözdü danışırsan? Ne danışıram? Zamminister gelir. Zamminister. He, ona sözüm bu. Sana kim dedi ay kişi zamminister? Hanım arvat dedi. Aşı hanım arvat düdük verir sana. Ne hanım arvat? Gel sonra gelersen gel. Hiç yere giden değilim. Ama işimiz var. Oy kahraman ana hoş gelmişsin. Gel xahiş ederim. Gel 2-3 günden sonra gelersen vacip işimiz var burada. Gel. Zamminister gelir, ona sözüm var. Böyle zamminister gelir. Əcəb eləyir gelir, hoş gelir. Süzələ var zamminister gelir. Zamminister benim belə müdürümün halalca dayısı oğludur. Salam. Salam. Zamminister gelmeyecek. Ey bacı kızı indi gələr. Nerede onun için geldi? Ay çok sağ ol yaxşılamısan Qabira. Ama bacı kızı bir dənə stol örtüyü olsa lap əl olardı. He? Bak işte bu saat gidip Gümüşov, 50 ol bu cemaat yola sark ederek. Cemaat gelmir de Gümüşov çapayoldu ne inatmıyor. Durun ayağa da. Bir şey çıkmamış. Hiç yere giden değil. Aho, bu ne bu sattı balvazı? Onun sana hiç takıllığı yoktu. Sen hiç dünenden burada işlenmişsin. Sebebi? Sebebi adı yoktu. Ha. Səndən qəzet idarəsinə möhkəm şikayət var. Yaxşı budur, koşa-koşluqla ərcəyə verilən. Mən sənin haqqında yaxşı bir xarakteristika verirəm. Əgər belə olmasa, əmirini verib çıxardacağım. Mən bu barədə raykomla da danışmışam, rais balkomla da. Təzə gələn zamministrdəki Allah'a şükür özün bilirsən mənimlə necədir də? Yaxşı bilirəm, yaxşı bilirəm. Əgər özün öz xoşunla çıxsan, mən zamministrdən xahiş eylərəm səni yaxın rayonların birinə sabis müdürü göndərər. Evet. Gör də. Belə istəyirəm. Gör müdür nə deyir? Mənə belə məsləhət versəydin, mən papağımı vızdır, göyə atardım. Sənə belə yaxşı təklif olunmayacaq, Gümüşov. Niyə? Özdə burada yazılıb ki, Sarı Sarızadə heç Qazaqda işləməyib. Ağstafada da dövlətin pulunu yiyib, qaçıb. Bir də bu qəzetdə mənim haqqımda yazılmayıb. Maşallah haqqında yazılıb. Maşallah. Ne? Maşallah. Bu ne işte? Cinayet. Kim yazdı? Maşallah cinayetkar. Hem yerli. Bu ne de? Geldiğin 48 saat değil. Bunu hengeme çıkar. Kime lan? Bura bak. Ama inspektör olunma mənim vəzifəmi keçmək istəyirsən? Sarızadə üçün. Bəli, inspektor sənin yerinə keçəcək. Özdə tək Sarızadə üçün yox. Daha kim var orada? Bir dəqiqə. Ya bunu kim yazdı? Bir dəqiqə zəhmət çəkin. Sen öyle sen işe bakayım, bana atörle sarı. Kim? Aaaa! Aaaa! Ne oldu? Koş! Yaşa ha? Maşa durabilir Ne koş, koş! Ne korktun? Nasıl? 7 ay əvvəl Bakıya oğlumun yanına getmişəm. Bəli. Bu vaxt 7 məktub yazıb Sabezdən xahiş eləmişəm ki, mənim pensiya işimi ona göndərsinlər. Nurəmin, Bəli, bax bu adamlar bəli. sizin heç məktubu açmayıblar. Ne korktun lan? Ne korktun? Nasıl? Yaş. Lan bu. Gümüşov. Ne olur? Ne olacak hanım arvat? Deli olur, deli. Bu deli olur. Hay hay, deli zade olmayıp bu fırıldakçıdır. Fırıldakçıdır. Vallahi deliyim, deli nece olur? Ben de Heyri,
Ay yoldaşdan minister. Sana kurban ol. Sen harda kalmışsın. Tam minister.